Əziz dostlar, xoş gördük hər birinizi. Bugün yenə ikinci hissənin izahıdır və mövzumuz Səfəvilər 18-ci əsrdə Nadir Şah. İlk sualımız. Şah 2-ci Təhmasibin hakimiyyətdə olduğu dövr üçün sxemə müvafiq buraxılmış xüsusiyyəti müəyyən edin. 2-ci Təhmasib olub hakimiyyətdə 1722-1732. Pyotrun Xəzər sahili vilayətlərə yürüş etməsi, bəli, biz sual işarəsini tapmalıyıq. Peterburq müqaviləsinin imzalanması, düzdür, Təhmasib təsdiq etmir, imzalamır, lakin onun hakimiyyəti dövründədir. Dərbənddən Gilana qədər ərazilərin Rusiyaya verilməsi, Şirvan Osmanlıların himayəsi altında yarım müstəqil xanlıq olur, bəli. Gəncə müqaviləsi 3-cü Abbasdadır. Osmanlıların 10 il müddətində işğal etdikləri torpaqları geri qaytarmağı öhdələrinə götürməsi, bu da 3-cü Abbasdadır. Azərbaycanın cənubundan Osmanlı hərbi hissələrinin tamamilə çıxarılması 3-cü Abbasda. İstanbul müqaviləsi 1724, bu düşür. Qəsr-i Şirin Səfidədir. Yenə 2-ci Təhmasib, illərini yazıram ki, yadda saxlayın. 1722-1732. Yenə eyni şeylərdir. Pyotrun gəlişi, Peterburq, Dərbənddən Gilana qədər olan ərazilərin Rusiyaya verilməsi, İstanbul müqaviləsi. Rus qoşunları ölkəmizdən çıxıb Abbasın dövründə 3-cü Abbas. Bağdad müqaviləsi 3-cü Abbas. Əfqanlar İsfahanını tutub Hüseynin dövründə. Şirvanın Osmanlıların himayəsi altında yarım müstəqil xanlıq olması, bəli. Stepan Razin gəlib Süleymanın dövründə. Yenə 2-ci Təhmasib 1722-1732. Pyotrun gəlişi, Peterburq, İstanbul müqaviləsi, Şirvan Osmanlı himayəsində yarım müstəqil xanlıq olur. Bizə sual lazımdır. Şimali Qafqaz uğrunda Rus qoşunları ilə mübarizə aparıb, yox. İsfahanda Rus tacirləri mənafeyinə uyğun müqavilə bağlayıb, Hüseyn bağlayıb İsfahan müqaviləsini 1717-də. Kirmanşah müqaviləsini imzalayıbmı? Kirmanşah, daha doğrusu ləğv olunması yazıb, yox, ləğv olunması 3-cü Abbasın dövründədir. Mərənd müqaviləsinin şərtlərini pozanda demək olacaq 1-ci Abbas. Dərbənddən Gilana qədər ərazini Rusiyaya verir, bəli, bu 2-ci Təhmasibin dövrüdür. Səfəvi dövlət daxilində Rus tacirləri üçün güzəştlərin nəzərdə tutulduğu müqavilə 1667 müqaviləsidir, Süleymanla Rusların bağladığı. Daha sonra 1717 Hüseynin bağladığı müqavilədir və 1732 Rəşt müqaviləsidir. 1735 Gəncə müqaviləsidir ki, bu müqavilələrin hər birində Rus tacirləri üçün xüsusi güzəştlər nəzərdə tutulurdu. 18-ci əsrin 30-cu illərində imzalanmış bu müqavilə ilə Osmanlılar son 10 ildə işğal etdikləri ərazilərin geri qaytarması nəzərdə tuturdu. Bu da olacaq Bağdad müqaviləsi. 18-ci əsrin 20-ci illərində Azərbaycan torpaqlarını ələ keçirmək uğrunda mübarizə aparan dövlətlər, əlbəttə ki, Rusiya və Osmanlıdır. 1707 Carbalakan üsyanının əsas səbəbi, Carbalakan üsyanının səbəbi nə idi? Vergilərin ağırlığı idi. Hüseynin dövründə vergilər artırılmışdı. Asan sualdır. Səfəvilərlə Rusiya arasında imzalanmış sülh müqavilələrini müəyyən edək. Səfəvi və Rus. Peterburqu götürə bilərik. İstanbul Rus Osmanlıdır. Gəncəni götürək. Bağdad Osmanlı Səfəvidir. Rəşdə götürək. 1, 3, 4. Cavab C variantı 8-də. 9. Nadir Şahın daxili siyasətinə aiddir. Nadir Şah. Tamah vergisinin azalması, tamah vergisi yoxdur ki, ləğv olub. Kəndlərin hərbi qulluqdan uzaqlaşması yox, kəndləri hərbi qulluğa çağırır. Vəqf torpaq fondunun genişlənməsi yox, müsadirə edir torpaqları. Təhkimçiliyin ləğv olunması, təhkimçilik yoxdur. Vergi sahəsində qayda qanun yaradırmı? Bəli, yaradır. Rusiyanın zəbt etdiyi Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılmasına dair fərmanı verən Pyotrdur. 1725-ci ildə Osmanlı qoşunu tərəfindən ələ keçirilən şəhər 1725-ci ildə Təbriz şəhəridir. 18-ci əsrdə Azərbaycan ərazisində Rusiya ilə Osmanlı İmperiyası arasında bölən müqavilə, faktiki olaraq bölən müqavilə İstanbul müqaviləsidir. Osmanlı Amasyanı Ağqoyunla bağlamır, Osmanlı Amasyanı Səfəvi ilə bağlayır. Səfəvi Rəşd Rusiya ilə bağlayır ki, doğrudur. Qaraqoyunlu İstanbul müqaviləsini bağlamayıb, Səfəvi Qəsr-i Şirin Osmanlıla bağlayır, bəli. Olacaq bizdə 2 və 4.
2, 4, 13, Y variantı. 14. Gəncə müqaviləsinin Azərbaycan üçün nəticəsi. Rus tacirlərinə ilk dəfə Azərbaycanda azad və yox, ilk dəfə deyil əlbəttə ki. Rus qoşunları Qafqazı tamamilə tərk etdilər. Rus qoşunları Cənubi Qafqazı tamamilə tərk etdilər. Rus qoşunları Azərbaycan torpaqlarını tamamilə çıxdı, bəli. Hərbi donanma saxlamaq hüququnu itirdi, yox. Azərbaycanın bütün şimal torpaqları Rusiyanın hakimiyyəti altına keçdi, yox. Doğru cavab 14-də C variantıdır. 15. Nadir Şahın daxili siyasəti nəticəsində Şirvan yarımüstəqil xanlığı oldu, yox. 1724-dədir. Qarabağ mənişliklər ləğv oldu. Ləğv olmadı, müstəqillik verildi onlara. Rəiyyətin hərbi qulluğa çağırılmasına son qoymada çağırdı. Şirvanda Osmanlı hökmranlığına son qoydu. Yox. Yəni Osmanlı Azərbaycandan çıxarılıb. Üçməzin döyüşündən sonra 1735-ci ildə Nadirin şahlıq dövrünə düşmür. Mərkəzi hakimiyyət gücləndi. Bəli, mərkəzi hakimiyyət güclənib. 15 oldu, Y variantı. 16. Nadir Şahın Qarabağdan bir neçə tayfanı Xorasana sürgün etməsinin səbəbi Nadirin şah olunmasına qarşı çıxmaları idi. Əleyhinə çıxmaları, bəli, D variantı. 17. Daha əvvəl Cavduşan 1774, Gəncə 1735, Kirmanşah 1732, Qarababa 1809, Rəşd 1732. Burada daha əvvəl olacaq. Kirmanşah Rəşddən əvvəl bağlanıb. Bağdad və Gəncə oxşar cəhət. İşğalçı qoşun Azərbaycan torpaqlarından çıxarılması nəzərdə tuturdu, yox. Gəncə nəzərdə tuturdu, Bağdad deyil. Bir dəqiqə, işğalçı qoşunların Azərbaycan torpaqlarından düzdür, bir dəqiqə, Bağdad müqaviləsi. Mən bunu Bağdad oxuyub Kirmanşah kimi düşünürəm. Bağdad müqaviləsi də Osmanlıların son 10 ildə işğal etdiyi torpaqların çıxmasını tələb edirdi. Elə Gəncə müqaviləsi də Rusların Azərbaycanı tərk etməsini tələb edirdi. Elə variantı da 18-də. 19. Atabəy Özbək və Şah 3-cü Abbas hər ikisi sonuncu hökmdardır. Bunların dövründə artıq hakimiyyət zəifləyir. Gürcülərlə dostluq yox. Şirvanşahlar dövləti Abbasda yoxdur. Osmanlıların məğlubiyyətə uğratması, Özbəyin Osmanlılarla mübarizəsi yoxdur. Rusiya dövləti ilə müqavilə bağlamaları. Rusiya dövləti ilə müqavilə Özbəy bağlamayıb. 3-cü Abbasın dövründə bağlanıb, amma Gəncə müqaviləsi idarə etdiyi dövlətin süquta uğraması, bəli, sonuncu hökmdardır və süquta uğrayır dövlət. 19Y 20 Cəlaliri Sultan Əhməd, Şah 3-cü Abbas, bunlar da sonuncu hökmdarlardır yenə də. İdarə etdiyi dövlət süquta uğrayır, bəli. 1410-da Cəlalilər dövləti Qaraqoyunlar tərəfindən, Səbəvlər dövləti də 1736-da süquta uğrayır, sonuncu hökmdarda 3-cü Abbasdır. 20 oldu, C variantı. 21. 1-ci Abbasla Nadir Şahın fəaliyyətində oxşar cəhət. Azərbaycan torpaqlarında vahid inzibati bölgə yaratdılar. Bəli, Abbas yaratdı, mərkəzi Ərdəbil olan. Bəylərbəli, Nadir isə mərkəzi Təbriz olan. 21A, 22. 1-ci Abbas, Nadir oxşar cəhət. Rus qoşunları Azərbaycan torpaqlarına qovub çıxarması. Nadir qovub çıxarıb, amma şah deyildi onda. Bütün Azərbaycan torpaqlarının Səfəvi dövlətinin tərkibində vahid halda birləşdirmələri yox. Nadir hara Səfəvi dövlətin varlığına son qoyub gəlib dövlətini yaradıb. Necə vahid halda birləşdirir? Osmanlılarla müqavilə imzalanmaları imzalayıbmı? Abbas 100% imzalayıb, Nadir də imzalayıb elə. 22 oldu elə C variantı. Uzun müddətli müharibədən sonra Rusiya dövləti ilə sülh müqaviləsi imzalamaları, uzun müddətli mübarizə Nadir Şah Abbasda yoxdur. Əfqanları İsfahandan qovub çıxarmaları. Əfqanlarla mübarizə aparan Nadirdir. İsfahandan qovub çıxarmaları. Yox. Doğru cavab 22-də olacaq C variantı. 23. Daha əvvəl imzalanmış müqavilə. Əvvəl müqavilə imzalanıb 1774 Qaynarcadır. Gülüstan olacaq 1813. Kürəkçay 1805. Yassı 1791, 1735-də Gəncə. Daha əvvəl olan müqaviləmiz olacaq Gəncə müqaviləsi. Növbəti, verilənlərin hamısının aid olduğu müqavilə 3-cü Abbasın hakimiyyətində imzalanıb. Osmanlı İmperiyasının son 10 il ərzində işğal etdiyi Səfəvi torpaqlarının geri qaytarılması son 10 il deyirsə, bu Bağdad müqaviləsidir. Qubalı Fətəli xanın Dərbənd xanlığının əhalisinin bir hissəsini Şirvana köçürməkdə məqsədi nə idi? Əlbəttə ki, özünə dayaq yaratmaq.
Konkret suallardır bunlar. 1724 İstanbul müqaviləsinin şərtlərinə daxildir. Xəzər sahili bölgələri Osmanlıya verilmir, Rusiyada da qalır. Rusiya Xəzər sahili bölgələri istisna olmaqla bütün Azərbaycan ərazisində Osmanlıların qalmasını qəbul edir. Dərbənddən Gilana qədər məsələsi bu Peterburq müqaviləsidir və Osmanlıya verilmir. Rusiyaya verilir. Xəzərin qərb və cənub sahilləri Osmanlı imperiyasına verilir, yox. Osmanlı qoşunları Xəzər sahil bölgələrindən çıxarıldı, yox. 1724 İstanbul müqaviləsinə görə Rusiyaya nail oldu nəyə? Bütün Azərbaycan torpaqları yox, Cənubi Qafqazın bölünməsinə yox. Cənubi Qafqazın bölünməsinə nail olublar. Cənubi Qafqaz faktik olaraq iki dövlət arasında bölündü İstanbul müqaviləsində. Rus və Osmanlı. Elə bir variantıdır. 28. Bağdad müqaviləsinin şərtlərinə görə son 10 ildə Osmanlılar tutduğu ərazilərdən çıxmalıydı Bağdad müqaviləsində. C variantı. 29. 1590 İstanbul, 1732 Kirmanşah sülh müqaviləsinin ortaq cəhəti. İstanbulu biz Osmanlı ilə bağlamışıq, Kirmanşahı da Osmanlı ilə bağlamışıq. Səbəb Osmanlı arasında bağlanması. 29. CD Nadir Şahın hakimiyyət dövrünə aiddir. Şamaxı şəhərinin dağıdılması bu 1734-dür, şah deyildi onda. Azərbaycan Xəzər sahili vilayətlərindən Rus qoşunlarının tamamilə çıxarılması onda da şah deyildi, 1735-dədir bu. Üçməzin yaxınlığında Osmanlılar üzərində qələbə 1735-dir. Şirvan Qarabağ çıxırsa Təbriz Bəyləbəylilərin Azərbaycan adlı vahid inzibati bölgüdə birləşməsi olacaq. Səbəblərlə Osmanlılar arasında imzalanmış Kirmanşah müqaviləsinin şərtlərini ləğv edir. Bəli, ləğv edir, amma şah deyildi onda. Nadir xanın fəaliyyətində xan istəyir. Üçməcinin şimal-şərqində Osmanlı ordusunun məğlub edilməsi, bəli, Üçməcindən sonra çıxarıldı Osmanlı ordusu. Şəki xanlığı ilə mübarizə aparılması, Şəki xanlığı mübarizə aparanda artıq şah idi. Azərbaycan adlı vahid inzibati bölgünün yaranması şahda yaranıb bu, şahlıq dövründə. Gələsən görəsən qalsın mühasirəyə alınması şahlıqda, baş vəzir vəzifəsinin ləğvi şahlıqdadır. 18-ci əsrin 30-cu illərinin əvvəlində imzalanmış Rəşt müqaviləsinin şərtlərinə daxildir. Kürdən cənubda yerləşən bölgələr Rusiyada qalırdı, yox. Osmanlı dövləti, yox, Osmanlı burada yoxdur. Səfəvi və Rus arasındadır Rəşt. Rus qoşunlar bütün Azərbaycan torpaqlarının Gəncə ilə çıxacaq. Kürdən cənubda yerləşən Xəzəryanı bölgələr səbəbləri qaytarıldı, bəli. Təbriz, Ərdəbil şəhərləri səbəbləri qaytarıldı, yox. Kürdən cənubda yerləşən Xəzəryanı bölgələr səbəblərə qaytarıldı. 32 oldu D variantı. 33. 18-ci əsrin 20-ci illərində bağlanmış İstanbul müqaviləsinin şərti 1724-də bağlanıb İstanbul Rus və Osmanlı arasında. Rusiya səbəbi şahının əfqanlarla, yox, əfqan söhbəti burada yoxdur. Bu Peterburq müqaviləsinin nəticəsidir. Osmanlı dövləti bütün Azərbaycan ərazisində Rusiya keçməsinə razılıq verdi, yox. Xəzəryanı bölgələr. Azərbaycan Kürdən cənubda yerləşən Xəzəryanı əyalətli səbəblərə qaytarıldı, yox. Bu olacaq Rəşt müqaviləsi. Araz çay sərhəd olmaqla Azərbaycan ərazisi Rusiya Osmanlı arasında bölündü, yox. Xəzəryanı bölgələrin Rusiyaya güzəşt edilməsi təsdiqlənirdi, bəli. Osmanlı bunu təsdiq edirdi. Gəncə müqaviləsinin Azərbaycan üçün əhəmiyyəti. Rus qoşunları Xəzəryanı bölgələri tamamilə tərk etdi. Elə budur, asan sualdır, A variantı. 35. Rəşt müqaviləsinin Azərbaycan üçün nəticəsi. Dərbənddən Kür çayına qədər Xəzəryanı vilayətləri Osmanlılara verildi, yox. Rəştdə imzalanıb Səfəvi və Rus arasında 1732. Kürdən cənubda yerləşən Xəzəryanı vilayətlər səbəblərə qaytarıldı. Elə budur cavabımız. Kirmanşah müqaviləsi 1732. Bu da bağlanıb Səfəvi və Osmanlı arasında Kirmanşah müqaviləsi. Rəşt səbəbi Rus, Kirmanşah səbəbi Osmanlı. Xəzəryanı bölgələri Osmanlılara verildi, yox, bunu nəzərdə tutmur. Səbəblər Osmanlıların Xəzəryanı bölgələri buraxmamaq öhdəsinə götürürdü, yox. Kür çayı Osmanlılarla səbəblər arasında sərhədə çevrildi, yox. Kirmanşahda Arazdır. Azərbaycanın bir sıra şimal torpaqları Osmanlıların hakimiyyəti altında saxlanıldı, bəli, əlbəttə. Osmanlı dövləti son 10 ildə, son 10 il söhbətini gördüsə, deməli bu Bağdad müqaviləsidir. Səfəvi Rəşt müqaviləsini Rusiya ilə bağlayıb. Amerika Rapallo müqaviləsi Fransa ilə bağlayıb, yox. Rusiya Gəncə müqaviləsini səbəbi ilə bağlayıb, bəli. İngiltərə Portsmouth müqaviləsini Çinlə bağlayıb, yox. Osmanlı imperiyası yazısını Almaniya ilə bağlayıb, yox. 3 və 5-dir bizim cavabımız 37-də C variantı. 38. Nadir Şah Əfşarın İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmasına imkan vermədi. Yəni nə səbəb oldu buna?
Hansı hadisə Osmanlı dövləti ilə yeni müharibənin başlanması Nadirin Xəzər dənizində donanma yaratmaq fikrinə mane oldu? Asan sualdır və konkret cavabı var bunun da. 38C, 39, 18-ci əsrin ilk rübü tarixi, 18-ci əsrin son rübü tarixi. 18-in sonu, 18-in ilk rübünə aid olsun. Baxırıq. Deməli, Rusiyanın hərbi təcavüzünə məruz qalması. Hər ikisində varmı? 18-in ilk rübündə də var Rusiyanın təcavüzü. Son rübündə də var Rusiyanın təcavüzü. İkisinin ortaq cəhətidir bu. A variantı. Şirvanın yarı-müstəqil xanlıq olması 1724-dür. Bu olacaq birinci tərəfdə. Ağa Məhəmməd Şah Qacarın Qarabağ ələ keçirməsi bu olacaq ikinci tərəfdə. Son rübdə. Son rüb 76-dan başlayır yuxarı. 76-dan 1800-ə qədər olandı. Qarababa döyüşü. Qarababa döyüşü 19-cu əsrdə artıq. 1809-dur. Bir sıra bölgələrdə Səfəvi hakimiyyətinə qarşı üsyanların baş verməsi 18-in ilk rübündədir. 1B-yi, 2C, 3A, 39 olacaq. B variantı. 40. Rusiya və Osmanlı İmperiyası 1735-ci il tarixinə aid oxşarlıq. İngiltərənin təhlükə ilə müharibə başlamaları, Bağdad müqaviləsi Osmanlıdır. Azərbaycan torpaqlarının öz aralarında bölmələri yox, Səfəvi dövlətinə qarşı ittifaq bağlayırlar yox. Öz qoşunlarını Azərbaycandan çıxarırlar, bəli. Osmanlı 3 Məzzidən sonra gedir, Rusiya da Gəncədən sonra gedir. 42. Səfəvi dövlətinin 18-ci əsrin 1-ci rübü tarixi üçün xarakterikdir. 18-ci əsrin 1-ci rübü 1701-dən başlayır, 1725-ə qədər olan dövr. Ərazisində yarı-müstəqil xanlıq yaranıb bu dövrdə yaranıb. Nadir xana qarşı Astara üsyanı 34-dür bu. Osmanlı dövləti ilə müqavilə bağlanıbmı? Osmanlı ilə müqavilənin bağlanması. Yox, bağlanmayıb. Səbəbi bağlanmayıb bu dövrdə. Rusiya tacirləri mənafeyinə uyğun müqavilə bağlanıbmı? 1717 müqaviləsi var. Bəli, bağlanıb. 1 və 4. Cavab da olacaq 41-də A variantı. Nadir Şahın öz imperiyasına paytaxt seçdiyi şəhəri müəyyən edin. Paytaxt da seçib, deməli, Məşəd şəhərini. 42 oldu A variantı. 43. Səfəvi dövlətindən fərqli olaraq Nadir Şah Əfşarın imperiyasının idarəçi sistemi üçün xarakterikdir. Səfəvi dövlətindən fərqli olsun. Bəylərə bölünmə prinsipi mövcud olmuşdu, ikisində də var. Azərbaycan adı altında vahid inzibati mərkəz ikisində də var. Baş vəzir sədrəzəm vəzifəsinin ləğv, bəli, Nadirdədir bu. Əyalət hakimləri nəzarət üçün naiblər təyin olundu, bəli, Nadirdədir. 3 və 4 Y variantı 43. 44. 18-ci əsrin 20-ci illərində Şirvanda baş vermiş çıxışlar zamanı Rus tacirlərinə iqtisadi ziyanlar dəysə də, 1-ci Pyotr bunları o həmçinin Hacı Davudun Osmanlılara müraciət etməsi nəzərə alaraq Şirvanla bağlı planlarını sürətləndirməyə başladı. Şirvanı Osmanlılardan daha tez tutmaq istəyirdi. Haqqında bəhs edilən regionu Rusiyadan əvvəl Osmanlılar tutsa idi. Rusiyanın xarici siyasətinin necə təsir göstərərdi bu məsələ? Necə təsir göstərərdi? Əlbəttə ki, cənub sərhədləri təhlükə altına alınardı Rusiyanın. 100% olacaq. Şərq ticarətinə ağır zərbə vurardı. 2 də doğrudur. Xəzərdən çıxışını itirməzdi. Peterburq və İstanbul sülhünə əsasən tutduğu ərazilər itirərdi, yox, itirməzdi. Doğru cavab 1 olacaq. 1 də 2. Cənub sərhədlərini təhlükə yaradardı. Şərq ticarətinə ağır zərbə vurardı. B variantı 44-də. 45. Nadir Şahın xarici siyasəti üçün xarakterik deyil. Osmanlılarla mübarizə var. Moğol dövləti ilə mübarizə var, çünki Hindistana gedib. Hollandiya ilə danışıqların aparılması. Hollandiya danışıqlar var. Rusiya ilə müharibə aparıb, şah olanda yox. 45 ayda olmadı, birdən B variantı. 45-də 4 və B variantı. 46. 67-32 müqavilələri hər ikisində güzəşt nəzərdə tuturdu. Bunu izah etdim. 1667, 1717, 1732 Rəşd, bir də 1735 Gəncə. Bunlar hər biri xüsusi güzəştlər, imtiyazlar nəzərdə tuturdu Rus tacirlərinə.
46D, 47. 18-ci əsrin 20-ci illərinin ikinci yarısı, 30-cu illərin əvvəlləri Azərbaycan tarixi üçün xarakterik idi. Osmanlı hakimiyyətində olan torpaqlarımızda Sancaqbəy və naiblərin yalnız Osmanlı hərbçilərindən təyin olunması. 20-30-cu illər Osmanlı hakimiyyətində olan torpaqlarımızda naiblərin yalnız Osmanlı yox, yanlışdır. Bizimkilərə də verilirdi vəzifə. Səfəvilərin dövründəki ilk inzibati ərazi bölgüsünün tam saxlanması yox. Azərbaycan adlı vahid inzibati ərazi bölgüsünün yaradılması 20-nin ikinci yarı 30-cu illərdə yoxdur. Osmanlı işğal altında olan vilayətlərdə ali hakimiyyətin Osmanlı sərkərdələrinə məxsus olması. Ali hakimiyyət bəli Osmanlıların əlində idi. 47D olacaq. Yeni feodallara verilən irs torpaqların bəylik adlanması. İrsi yox, şərti torpaqlar. Bəylik, ağalıq. Oldu 47D variantı. 48. 18-ci əsrin 20-ci illərinin ikinci yarısı, 30-cu illərin əvvəlləri yenə də Səfəvilər dövrünə aid inzibati ərazi bölgüsünün ləğv edilməsi. İnzibati ərazi bölgüsünün ləğvindən danışmadıq. Darğanın dövlətin maliyyə işlərinə baxması yox. Osmanlı hakimiyyətdə olan torpaqlarımızda yerli feodallara ağalıq adlanan şərt torpaq mülkiyyətinin verilməsi. Bəli, bunu düzəltdi. Bayaq yazmışdı. İrsidir, irsi deyil, şərtidir. 48C-dir. Kürdən şimaldakı Xəzəryanı əraziləri Osmanlı silahlı qüvvələrin yerləşməsi. Aqrar münasibətlərin xarakterində köklü dəyişikliklərin həyata keçirilməsi yoxdur. Oldu 48C. 49. 18-ci əsrə aid xəritədə qeyd edilmiş şəhərlərin ümumi cəhətləri. Bir də yazıram bura ki, 18-ci əsr istəyir məndən. 18-ci əsr. Ərdəbilin ərazisini verib, Təbrizin, İrəvanın və Gilanın ərazisini. 6 Bakıdır, 2 də Dərbənddir. 1, 2, 3. Şah 1-ci Abbasın ordusu tərəfindən Osmanlılardan azad oldu. 18-ci əsrdə Şah 1-ci Abbas yoxdur. Şah 1-ci Abbas hakimiyyətdən gedib nə zaman? 1629-17-ci əsrdə. Osmanlı qoşunları tərəfindən zəbt edildi. 1. Zəbt edilib, Miravan zəbt edilib 100%. 3. Təbrizdə zəbt edilib. 5 arada Ərdəbildə zəbt edilib. 2 doğrudur. 2, 4, 6. 2, 4, 6 Rusiya tərəfindən işğal olunub. 2, 4, 6 Rusiya tərəfindən olunub. Bəli. 2, 4, 6 Ruslar tərəfindən ələ keçirilib. 2, 5, 6. 2, 5 və 6. İstanbul müqaviləsinin əsasən Səfəvi ərazisi kimi tanınırdı? Yox. 2, 3 oldu 49 D variantı. 50. 17-ci əsr yazıram. Yenə gözümün önündə olsun. Ərdəbil, Gilanın ərazisi, Təbriz. Daha sonra İrəvan. Yuxarıda Gəncənin ərazisi. Şamaxının ərazisi. 1, 3, 5. Kirmanşah sülhü şərtlərinə görə Osmanlılara verildi. 1, 3, 5. Xeyr, 1, 5, 3 yox. Ona görə də 1 yanlış olacaq. 2, 3, 5 Peterburq sülhünə əsasən Rusiya ilhaq olundu. 2, 2, 3, 5. 2 yox, amma bir dəqiqə. 2, 3, 5 Peterburq sülhünə yox. Peterburq sülhünə əsasən biz əraziləri saymışdıq. Hansı ərazilər keçir Rusiyanın əlinə? Dərbənddən Gilana qədər Xəzər sahili vilayətlər. 4-6 Bəylərbəylik mərkəzi idi. Baxım 4-6-ya. Təbriz Bəylərbəylik mərkəzi idi. Gəncədə Qarabağ Bəylərbəyliyin mərkəzi idi. 3 doğrudur. 5-6 Şah 1-ci Abbasın qoşunları tərəfindən işğaldan azad olundu. 5 olundu, bəli. Şirvanın ərazisi. Bəs 6 hardadır? Gəncədə azad oldu da. 3 və 4-dür cavabımız 50-də. 50B. 51. Cədvəldə verilən dövlətlərin Səfəvi-Osmanlı müharibəsi üçün xarakterik xüsusiyyətlərini müəyyən edin. Cədvəldə verilən dövrlərdə Səfəvi-Osmanlı müharibələri üçün xarakterik xüsusiyyətləri müəyyən edin.
Bu dövrlərin hər biri səbəbi Osmanlı dövrünə aid olmalıdır. Müharibələr dövrünə aid olmalıdır. 16-cı əsrin birinci yarısı Amasya sülhü ilə bitən hərbi əməliyyatların başlanması. Bu cümlə biraz qarışıqdır. Amasya sülhü ilə bitən hərbi əməliyyatların başlanması bu 1514-cü ildən danışır. Yəni 1514-cü il Çaldıran döyüşü ilə başladı hərbi əməliyyatlar. Bu da deyir ki, Amasya sülhü ilə bitən hərbi əməliyyatların başlaması. Bəli, 1514-də başlayır hərbi əməliyyatlar. Biri götürə bilərəm. Yandırılmış torpaq taktikasından istifadə olunması. Yandırılmış torpaq taktikasından istifadə olunması. Olar. Təhmasib tətbiq edib bunu. Buğur döyüşü 54-dür, ikinci yarısındadır. Götürə bilmirəm. AB-dir birinci tərəf. 17-ci əsrin birinci yarısı indi. Təbrizin Osmanlılardan azad olunması. Təbriz 1603-də azad olub da, bu da 17-nin birinci yarısı eləyir. A-nı götürə bilərəm. 2-ci Abbasın yenidən Osmanlılara qarşı 2-ci Abbasın Osmanlı ilə mübarizəsi yoxdur. Hörmüzün azad olunması, Hörmüz 1622-də azad olub, amma mütləq şəkildə bu qrafa testlər çox təhlükəli testlərdir. Şərtə baxın. Şərtdə nə yazıb bizə? Səfəvi Osmanlı müharibələri üçün xarakterik olmalıdır. Axı bu Səfəvi Osmanlı müharibəsində baş verməyib. Ona görə də 2-yə mən A-nı götürürəm. 18-in birinci yarısı Osmanlıların Azərbaycanın şimal ərazilərindən çıxması olar. Təbriz və Ərdəbilin Osmanlılar tərəfindən tutulması 18-in birinci yarısında tutulub. Nadir Şahın itirilmiş əraziləri geri qaytarması. Biz Səfəvi Osmanlı müharibəsindən danışırıq. Səfəvilərin varlığından danışırıqsa, Nadir necə şah ola bilər ki? Nadir Səfəvilərin varlığına son qoyub gəlib hakimiyyətə. Doğru cavab 1-də AB-dir, 2 A-dır, 3 AB-dir, 51 D variantı. Bu sual təhlükəli sualdır. 51. 52. İkinci Təhmasib Nadir. Ümumi cəhətlər. Hərbi donanma yaratmır, heç bir yaratmayıb. Mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi, ikisində də mərkəzi hakimiyyətə qarşı çıxışlar var. Hindistana hərbi səfəri olan Nadirdir. Hörmüz uğrunda Portuqallarla mübarizə aparan heç biri. Doğru cavab 52-də C variantıdır. 53. 18-ci əsr Səfəvi dövlətinə aid uyğunluğu müəyyən edin. 18. Təbrizin Ruslar tərəfindən tutulması, Peterburq müqaviləsinin imzalanması əlaqəsi yoxdur. Nadir Şahın hərbi əməliyyatları keçirməsi, yad ellərin ölkəmizdən qovulması. Nadir Şahın hərbi əməliyyatları yox, Nadir Şah deyil də onda. Xorasanda üsyan baş verməsi, Şah II Təhmasibin hərbi əməliyyatlarda özünü rəhbərlik etməsi qərarını alması. Bəli, Bağdad müqaviləsi, Sultan 1-ci Əhmədin müqaviləni təsdiqləməsi, Bağdad müqaviləsi təsdiq olunmur. Sam mirzələrə qarşı mübarizədə qələbə qazanılması, dövlətin dayaqlarının daha da möhkəmlənməsi yox. Sam mirzələrin üsyanları məğlub olan üsyanlardır. 3 olacaq, yalnız 53-də B variantı. Cədvəldə verilən Osmanlı sultanlarının Azərbaycanla bağlı siyasətləri üçün xarakterikdir. Sultan 1-ci Əhməd, 3-cü Əhməd. Şah 1-ci Abbasla 2-ci İstanbul sülhünü imzalayır. Bəli. Səbəblərlə daima dostluq münasibətlərində olması, daima dostluqdan danışmamışıq. Qəsr-Şirin sülhünə əsasən səbəblər müharibənin dayanması, Qəsr-Şirin 4-cü Muraddadır. Birinci tərəfdə olacaq sadəcə A variantı. Sultan 3-cü Əhməd, Bağdad müqaviləsinə əsasən qoşunların Azərbaycandan çıxarılması yox. Bağdad müqaviləsinə əsasən çıxmır ki, Osmanlı qoşunu Azərbaycandan 3 Məclin döyüşündən sonra çıxır. Şamaxıda Hacı Davudun hakim kimi tanınması, 3-cü Əhməd Hacı Davudu hakim kimi tanıyırmı? Bəli, tanıyır, razılaşır onunla. Səfəvi şahı ilə Nabur müqaviləsinin imzalanması bağlı siyasətin çox xarakterikdir. Sultan 3-cü Əhməd Nabur müqaviləsini bağlamayıb. Nabur müqaviləsi də səbəblərlə bağlanmayıb. Nabur müqaviləsi Osmanlı-Rus arasında bağlanıb. Doğru cavab 1-də olacaq A, 2-də B, 54 oldu A variantı. 55. Uyğunluğu müəyyən edək. Kirmanşah müqaviləsi İrəvan Osmanlılara verilir.
Kirmanşah müqaviləsinin nəticəsində İrəvan Osmanlılara verilir. 1 olacaq. Rəş müqaviləsi bir sıra ərazilərin işğaldan azad olunması olunacaq. Qəsr Şirin, Nadir Şah yoxdur Qəsr Şirində. Gəncə müqaviləsi Osmanlıların yox, Rusların Azərbaycandan çıxması. 55 oldu, 1-2. 56. 18-ci əsrin 30-cu illər tarixinə aid olan hadisələr Rəş müqaviləsi olacaq. Buxarest müqaviləsinin imzalanması. Buxarest 19-cu əsrdə. Nadir xan tərəfindən Şamaxının dağılması 1734 olar. 1-3 olacaq. Bu Peterburq müqaviləsidir, 23-dür. Səfəvi dövlətinin Van Qars qalaları və Ahasqa hücum etməyəcəyini təminat verməsi. Bu 17-ci əsrdir, 1639. Kirmanşahın ləğvi, bəli, Kirmanşahın ləğvi olacaq 18-ci əsrdə. 1-3-6. 56, 1-3-6, 57. 18-ci əsrin 20-ci illər tarixinə aid olan xüsusiyyətlər. Azərbaycan qərb torpaqlarının Osmanlı idarəçiliyinin yaranması, bəli. Şirvan Osmanlı himayəsi altında yarım müstəqil xanlıq olması, bəli. Təbriz şəhərinin Səfəvi dövlətinə qaytarılması 20-ci illərdə Təbrizin qaytarılması yox. Dərbəndin 1-ci Pyotrun qoşunları tərəfindən işğal olunması. Dərbənd Pyotr tərəfindən işğal olunur, bəli. Rusiyanın Xəzər sahil əraziləri Səfəvi dövlətinə qaytarılması 20-ci ildə yox. Gəncə müqaviləsi 20-də deyil, 30-dadır bu da. 1, 2, 4, 57. 58. Rəş müqaviləsi. Rusiyanın Kür çayının cənubdakı torpaqları qaytarması səbəblərə 1 olacaq, bəli. Araz çayı sərhəd olma. Araz çayı sərhəddir Kirmanşah müqaviləsində. Səfəvi dövlətin ərazisində Rus tacirlərinin güzəştlər verilir. İrəvan Gəncə Osmanlılara verildi. Rəş müqaviləsi Osmanlı Səfəvi arasında bağlanıb. Nadir Şah Əfşarın hakimiyyət dövründə Nadir Şah deyildi burada. 1 və 3, 58-də. 59. Kirmanşah sülh müqaviləsinə aid olan xüsusiyyətlər. Rusiyanın vasitəçiliyi yoxdur. Araz çayı Osmanlı dövləti ilə Səfəvi dövləti arasında sərhəddir. Səfəvi dövlətinin ərazisində Rus tacirlərinin güzəştlər nəzərdə tutur. Kirmanşah yox. Rəşd. İrəvan, Gəncə, Tiflis əraziləri Osmanlıya verilir. Nadir Şah yoxdur burada Kirmanşah müqaviləsində. 2 və 4-dür burada cavabımız. 60. 18-ci əsrin 20-ci illərinə aid olmayan xüsusiyyətlər. Şirvan Osmanlı himayəsi altında yarım müstəqil xanlıq olur. 24-dədir, bu aiddir. Nabur 27-dir, aiddir. Astrabadın Rusiyaya ilhaq olunması. Astrabadın Rusiyaya ilhaq olunması da elə Dərbənddən Gilana qədər olan ərazilərin içində Astrabad da var. Bağdad müqaviləsi 33-dür. Bağdad olmayacaq 20-də. Kirmanşah 32-də olmayacaq. 4-5. Xronoloji ardıcıllıq. Rusiya ilə Səfəvi arasında Peterburq 1723, Rəşd 1732, Gəncə 1735, Pyotrun gəlişi 1722. Doğru cavab olacaq 61-dən 4, 1, 2 və 3. 4, 1, 2, 3. Nadirin şah olması 36, Kirmanşah 32, 1723, Peterburq 1722. Doğru cevap 4, 2, bir dəqiqə üzr istəyirəm. 4, 3, 2, 1. 62, 4, 3, 2, 1. Rus qoşunları Xəzəryanı vilayətləri tamamilə tərk etməli idi. Bu Gəncədir. Son 10 il məsələsi də Bağdaddır. 1C-dir, 2B. Peterburq, İstanbul 1 və 2. Səfəvi şahın öz hakimiyyətini qorumaq üçün yardımın vəd olunması. Əfqanlardan qorumağı vəd edirdi Peterburq. Amasya sülhünün şərtlərinin yenidən təsdiqlənməsi heç birində. Son 10 il məsələsi Bağdaddır. Yarım müstəqil xanlıq söhbəti İstanbuldadır. Əfqanlarla mübarizə səbəbləri kömək edəcəkdi Peterburq müqaviləsində. 64 olacaq A, Y və D. Rəşd, Kirmanşah. Səfəvi Osmanlı dövləti arasında imzalanıb. Rəşd Səfəvi Rusdur. Kirmanşah Səfəvi Osmanlı. A olacaq, deməli 2-də. A olacaq 2-də. Osmanlıların Kür çayından cənubdakı torpaqları Səfəvilərə qaytarılması bu Rəşddir. Araz çayının
Səbəbi və Osmanlılar arasında sərhəd olaraq qəbul olunması Kirmanşahdır. 30-cu illərin ikinci yarısında deyil heç biri. Azərbaycan ipəyini Avropaya satma hüququnun Rusiyanın inhisarına verilməsi heç birinə aid deyil. Uyğunluq. Səfəvi dövləti ərazisində Rus tacirləri üçün güzəştli şərtləri nəzərdə tutan müqavilə. Bu Rəşt müqaviləsidir. Ərəb İraqının Osmanlılarda qalması. Ərəb İraqının Osmanlılarda qalması bir dəqiqə. Qəsr Şirin müqaviləsi. Səbəbi bir də qarışdırdım. Səfəvi dövləti ərazisində Rus tacirləri üçün güzəştli şərtləri nəzərdə tutması. Bu olacaq əlbəttə ki Rəşt. 1724 İstanbul müqaviləsi. Ərəb İraqının Osmanlılarda qalması. Ərəb İraqını Osmanlılarda saxlayan Qəsr Şirindir əlbəttə ki. 1639. Şirvan Osmanlı himayəsi altında yarım müstəqil xanlıq oldu. Bu da İstanbul'la. 1C'dir, 2A'dır, 3B'dir. 66'da. Dərbənddən Gilana qədər söhbəti Peterburqdur. Van Qarsdan hücum etməyəcəyinə dair təminat verilmə söhbəti Qəsr Şirin. Kürdən cənubdakı torpaqları qaytarılır Səfəvilərə. Bu da olacaq Rəşt müqaviləsi. 1C'dir, 2A'dır, 3B'dir. Səfəvi dövlətinin hökmdarları Şah Səfi, 2-ci Təhmasib. Kirmanşah müqaviləsinin imzalanması 2-ci Təhmasibdə. Pul islahatının keçirilməsi. Pul islahatının keçirilməsi Şah 2-ci Təhmasib və Şah Səfidə. Yoxdur. Pul islahatı. Pul islahatı heç birinə aid deyil. Nə Şah Səfidə pul islahatı var, nə də Təhmasibdə. B-ni çıxıram buradan. 2 aid etdim A-nı. Qəsr Şirin sülhü Səfidə bağlanıb. Pyotrun qoşunlarının məğlub edilərək ölkədən çıxarılması. Pyotrun heç birinə aid deyil bu. Səfəvi dövlətinin Xəzər dənizinin qərb sahillərindəki ərazilərini itirməsi. Bu Təhmasibdədir, itirib Təhmasibdə. Bir də baxım. Səfidir, Təhmasibdir. Kirmanşah müqaviləsi Təhmasibdə. Pul islahatı heç birinə aid deyil. Qəsr Şirin Səfi. Pyotru qovmayıb. Qərb sahillərini itirir Səfəvi dövləti. Bu da Təhmasibdədir. 1C 2 ayı. 68-də 69. Pyotrun qoşunları ilə mübarizə aparıb Təhmasib. Paytaxtın Qəzvindən köçürülməsi. Qəzvindən köçürən Abbasdır. Ordunu ilk dəfə tayfa müxtəliflik prinsipi əsasında quran Abbasdır. Amasya müqaviləsi imzalayan 1-ci Təhmasibdir. Kirmanşah müqaviləsini imzalayan 2-ci Təhmasibdir. Deməli 1 oldu BC, 2A, Y. Və nəhayət sonuncu sual Abbas və Təhmasib. Hakimiyyətin dövründə imzalanmış Peterburq müqaviləsinin təsdiq edilməməsi. Təhmasibdə Mərənd sülhünü imzalayır Abbas. Şeybaniləri məğlub edərək Xorasandan qovur Abbas. Süleymanla müqavilə 1-ci Təhmasib. Rəşt müqaviləsi 2-ci Təhmasib. 1BC 2AY.